Salam dostlar, bugün klassik şalvarda zamokun necə tikiləcəyi barədə məlumat verəcəm. Konstruksiyamızı qurarkən zamok üçün şalvarda əlavə pay kəsmişdik. Amma yeni başlayanlar üçün bu hissəni avilok eləmək çətinlik yaradar deyə biz verdiyimiz artıq hissəni kəsirik və o hissəni əlavə parçadan kəsib tikəcəyik. Klassik şalvarlarda zamokun üst hissəsi kişilərdə soldan sağa, qadınlarda sağdan sola gəlir. Buna görə də biz şalvarın sağ tərəfi ilə başlayırıq. Zamokun yerini təyin edirik 18 sm və bu ölçüyə uyğun detalımızı hazırlayırıq. Bunun üçün müəyyən ölçüdə olan parçamıza klevoy yapışdırırıq. Klevoy bir tərəfi kleyli olan və ütü ilə parçaya yapışan materialdır. Parçanı möhkəmləndirmək üçün yapışdırılır. Zamoku tikmək üçün ölçünü 18 sm qeyd etmişik. Bu xəttdən yuxarı 18 sm götürürük. Bu detalın uzunluğudur. Enini 3-4 sm götürürük. Mən 3 sm edəcəm və üzərinə 1 sm tikiş payı gəlirik 4 sm. Və bu detalın bir hissəsini yumru edirik. Bunu xəttkeşdən istifadə edərək çəkə bilərik. İndi isə bu hissəni və bu hissəni avirlok edirik. Yumru hissəyə çatanda avirlokumuzu parçanın düz üzündən edirik. Hər iki ön hissənin avirlokunu etdik. İndi isə şalvarların düz üzünə oturacaq şəkildə iynə ilə sabitləyirik. Şalvarın orta tikişidir. Orta tikişindən santı yarım boşluq buraxırıq. Santı yarım. Və başlanğıcdan zamokun uzunluğunu qeyd edirik. 18 sm. Bu nöqtədən başlayırıq. 1 sm ilə tikib bu nöqtəyə çatanda 1 sm-dən artıq ölçü tikirik. 1 sm, 2 milli, 3 milli. Bura çatdığımız zaman o ölçü ilə tikişimizi sonlandırırıq. Başladığımız zamanda tikişi bərkidirik. Bu tikişə çatdığımız zaman qeyd etdiyimiz kimi 1 sm, 2 milli, 3 milli bağlayırıq. Tikiş paylarını sağa və sola açıb ütüləyirik. Şalvarın bu hissəsində avallıq olduğu üçün bu aval hissəni tam belə açmırıq. Bu hissəni qaldırıb sadəcə bir balaca aval hissəni ütüləyirik. Daha sonra aval hissəni aşağı doğru edirik və bu hissəni ütüləyirik ki, bizim avallığımız əzilməsin. Videonun başlanğıcında qeyd etdiyimiz kimi, qadın klassik şalvarlarında üst hissə sağdan sola gəlir. Buna görə də biz hazırladığımız bu detalı sağ tərəfə tikirik. Başlanğıcdan ölçü götürdüyümüz yerə qədər iynə ilə sabitləyirik. 1 sm tikiş payımızla tikirik.
Geyimin özündə olan overlock hissəni kəsib götürürük. Və üzərindən sabitləyici tikiş vururuq. 0,1, 0,2 milli. Bu tikiş payını düz saxlayırıq və bu hissəni onun üzərinə gətiririk. Lapqanın iç hissəsi tikişlə bərabər geçsin. Bütün tikişlərin başlanğıcında və sonluğunda bərkidirik. Tikdiyimiz detalı ütüləyirik. Bu detalı içəri hissəyə qatlayırıq və ütüləyirik. Detalımız tikildi, ütüləndi. İndi isə zamokumuzu tikirik. Zamokun düz yüzünü çeviririk detalın düz yüzünü. Burada diqqət edəcəyimiz məqam bu sonluğu overlockun iç hissəsindən yerləşdirmək və zamokun bu hissəsini burada sabitlədiyimiz tikişin üzərində saxlamaq. Bizim tikişimiz bu hissədən olacaq. Tikdikdən sonra bunu iç hissəyə qatlayırıq və üzərindən sabitləyici tikişimizi vuracağıq. Bizim tikişimizin eni 3 sm idi. Və bu sonluğu yenə oval şəkildə tikəcəyik. Alt hissədə zamokun sağ tərəfində olan bu hissəni yuxarı qatlayırıq ki, tikişə girməsin. Oval hissəni tikən zaman lapqanı qaldıraraq yox, birbaşa tikmək lazımdır. Bu hissəni tikmək üçün tərs üzünə çeviririk. Buranın düzlüyünə diqqət edərək bu overlock hissəni zamoka iynə ilə sabitləyirik. Sabitlədikdən sonra baxırıq oturuşuna. Yaxşı olduğunu gördüyümüz halda bu hissəni tikirik. İndi isə bu hissəyə 4 santimetrlik detal tikəcəyik və onu hazırlayaq. Bu detalı klevoylu detalımızdan qalmışdı. 2 qatlayıb ütüləyirik. Eni 4 santimetr. Uzunluğu şalvarın belindən zamokun qurtaracağına qədər 18 santimetr və 1 santimetrdə tikiş payı əlavə edib 19 santimetr götürürük. Bu detalın bir hissəsini tikməliyik. Hansı hissə olduğunu şalvarın üzərində təyin edirik. Bu detalımız üst hissəyə deyil, altda qalan hissəyə tikilir. Yəni bu hissəyə. Bu qayda ilə tikiləcək. Buna görə də
Bizim tikəcəyimiz hissə altda qalan hissə olacaqdır. Düz üzünü düzünə yerləşdiririk. İğnə ilə sabitləyirik və bu hissəni tikirik. Overloku etdik. Bu hissəni burada yerləşdirək. Son hissə zamokun sonluğunda olmalıdır ki, içəri tərəfdən səliqəli görünsün. Bu detalı da eyni qayda ilə overlokun sonluğu ilə tikirik. Tikdikdən sonra bu detalı zamokun bu hissəsinə birləşdiririk. Buradan son tikişdən 1 sm, santı yarım tikiş vururuq. Yəni burada bərkidirik bunu. Zamokumuz hazırdır.